Bəzən deyirlər namaz üstə fikir Allaha yönəlmir. Çox adamın dərdi budur. Ki namazda bizim fikrimiz Allaha getmir. Hər yerə gedir Allahdan başqa. Cavab budur ki, namaz özü bir göstəricidir. İmtihan eləmək istəyirsənsə özünü namaza bax. Əgər namazda fikir cəm olmursa, deməli 24 saat orada burada olub. Namaz bütün günün sıxışdırılmasıdır 5 dəqiqə, 4 dəqiqənin içində. Bütün günün, gün ərzindəki vəziyyətin, belə deyək də, bəzi cihazlar olur, nəyinsə səviyyəsini göstərir. Namaz gündə özü kimliyini insanın göstərir. Fikri hardadır gün ərzində. O 5 dəqiqədə biləcəksən. 5 dəqiqə bütün günü sıxışdırmaq deməkdir. İnsan mümkün deyil bütün günü fikri orada burada olan namazda ged Allaha yönələr. Bu mümkün deyil. Namazda Allaha fikrin yönəlməsi üçün gərək 24 saat fikrə nəzarət eləyəsən. Hətta yatanda deyir, dəstəmazlı yat ki, yatağa girəndə Bismillah de, gecə yatmağın da zikr hesab olunsun.